Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bugündən etibarən MİQ və sertifikasiya hazırlaşanlar üçün Cəlil Şirəliyevin coğrafiya test toplusunun izahatlarına başlayacaq. Əlbəttə ki, dərslərimizdən abituriyentlər də faydalana bilərlər. Gəlin izahatlara başlayaq. İlk bölmədə nə var? Coğrafi biliklərin inkişafı ilə başlayacaq. Deməli belə. Sual 1. Uyğunluğu müəyyən edin. 1. Orta əsrlər dövrü, 2. Müasir coğrafi tədqiqatlar dövrü, yəni yeni dövr və ya müasir dövr, 3. Böyük coğrafi kəşflər dövrü. Uyğunlaşdırma sualıdır. Gəlin uyğunlaşdıraq. Deməli, A variantı. Sonuncu materikin kəşfi. Sonuncu materik bildiyimiz kimi Antarktida materikidir. Antarktida materiki 1819-1821-ci illərdə Rus dənizçilər Berinsauzyen və Lazarev tərəfindən kəşf edilib. Yəni, bu yeni dövr və ya müasir coğrafi tədqiqatlar dövrünə təsadüf edir. Yəni, A-nı aid edəcəyik 2-yə. B-yə baxırıq. Marco Polo'nun Böyük İpək yolu ilə səyahət etməsi, təbii ki, bu orta əsrlər dövründə olub. Ona görə B-ni aid edəcəyik 1-ə. Sahəsinə görə ən kiçik materikin kəşfi. Bildiyimiz kimi sahəsinə görə ən kiçik materik Avstraliya materikidir və Avstraliyanın müstəqil materik olması 18-ci əsrin ikinci yarısında James Cook tərəfindən sübuta yetirilib və buna görə də C-də aid olmuş olacaq 2-yə, yəni müasir coğrafi tədqiqatlar dövrü və ya yeni dövr və ya müasir dövr hamısı eyni şeydir. 2-yə aid edəcəyik C-ni. Sonra İlk atlasın çap edilməsi. Bu, böyük coğrafi kəşflər dövründə olub. Belə ki, böyük coğrafi kəşflər dövründə Mercator tərtib edilmiş xəritələri toplu halında hazırladı və onu atlas adlandırdı. Və 1595-ci ildə də çap olundu. Yəni, böyük coğrafi kəşflər dövründə olub ilk atlasın çap edilməsi. D aid olacaq 3-ə. Y. Geosentrik nəzəriyyənin irəli sürülməsi. Geosentrik nəzəriyyənin banisi bildiyimiz kimi Klavdiy Ptolemey olub və bu qədim dövrə təsadüf edir. Lakin burada qədim dövr verilmədiyi üçün Y heç birinə aid olmuş olmayacaq. Yeri gəlmişkən deyim, geosentrik nəzəriyyədə nə idi? Geosentrik nəzəriyyəyə görə yer mərkəzdə idi. Qalan digər planetlər Günəşdə daxil olmaq üzrə yerin ətrafında dövr edirdi. Amma təbii ki, bu səhv fikir idi. Sonradan bu heliosentrik nəzəriyyənin banisi tərəfindən aşkara çıxdı ki, əslində yer mərkəzdə yox, Günəş mərkəzdədir və digər planetlər və yerdə daxil olmaq üzrə Günəşin ətrafında dövr edirlər. Deməli belə, indi uyğunlaşdırdıq. Gəlin indi baxaq görə hansı varianta uyğundur. 1B, 2AC, 3D, birinci sualın cavabı C variantı. Sual 2. Uyğunluğu müəyyən edin deyir. Gəlin baxaq. Kartoqrafik üsul, riyazi, statistik, müqayisə, coğrafi proqnoz. Deməli, kartoqrafik metod nə idi? Kartoqrafik metod coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin öyrənilməsinin təhlilinə əsaslanırdı. Müqayisə metodu bəs nə idi? Müqayisə metodu coğrafi obyekt və hadisələrin fərqli və oxşar xüsusiyyətlərini təhlil etməklə yeni elmi nəticələrə gəlməyə imkan verir. Riyazi statistik metodu nə idi? Riyazi statistik tədqiqat metodu coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə tədqiq edir və nəticədə öyrənilən obyekt və hadisələrin planlaşdırılması və layihələşdirilməsi həyata keçirilir. Coğrafi proqnoz nədir? Coğrafi proqnozlaşdırma təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsidir. İndi gəlin baxaq görək. A.
Baş verə biləcək coğrafi hadisə və proseslərin müəyyən edilməsi, bunu indi dedik. Təbii ki, bu coğrafi proqnoza aid olacaq. A 4-ə aiddir. B. Planlaşdırma və layihələşdirmə işlərinin aparılması riyazi statistik üsulda idi. B aid olacaq 3-ə. C-yə baxırıq. İqtisadi rayonları əhalinin sayına görə müqayisə etmək məlum məsələdir. Bu müqayisəyə aiddir. D. Atlas və ya xəritədə coğrafi obyektlərin yerləşdiyi ərazinin xüsusiyyətlərini öyrənmək, bu xəritələrdən məlumat almaq nə idi? Bu kartoqrafik üsulu idi təbii ki. D də aiddir 1-ə. Deməli, 1-ə D, 2-yə C, 3-ə B, 4-ə A variantlara baxırıq. C variantı uyğundur. 1D, 2C, 3B, 4A. 2-nin cavabı C variantı. Sual 3. Doğru olmayan fikri müəyyən edin. A. İqlimin günəşin üfüqdə hündürlüyündən asılı olduğunu söyləmişdir Pifaqor. Xeyr, Pifaqor ilk dəfə yerin kürə formasında olması fikrini irəli sürüb. İqlimin günəşin üfüqdə hündürlüyündən asılı olduğunu söyləyəni isə Hiparx olmuşdur. Yəni A doğru olmayan fikirdir. Ona görə cavab A variantıdır. Gəlin digərlərinə də baxaq. B. Yeri ilk dəfə Hamar adlandırmışdır Homer. Bəli, bu doğru ifadədir. C. Geosentrik nəzəriyyənin əsasını qoymuşdur Ptolemey. Bunu bayaq dedik. Bəli, Ptolemey qoyub. D-yə baxırıq. İlk xəritənin müəllifi olmuşdur Eratosfen. Doğru cavabdır. Yerin oval olduğunu söyləmişdir Herodot təbii ki. Yəni 3-ün cavabı A variantıdır. Sual 4. Təsvir edilmiş xəritənin müəllifinə aid doğru fikri seçin. Bu xəritə Eratosfenin xəritəsidir. Bildiyimiz kimi Eratosfen ilk xəritənin müəllifidir. Ona görə Eratosfenə aid fikri seçməliyik. A variantına baxırıq. Avropa və Asiya arasında təbii sərhədləri müəyyən etmişdir. Xeyr, bu səhv ifadədir. Təbii sərhədləri Ptolemey və Strabon müəyyən edib, lakin Eratosfen müəyyən etməyib. B variantına baxırıq. 17 cildlik coğrafiya kitabını yazmışdır ifadəsi səhv ifadədir. Çünki 17 cildlik coğrafiya kitabını Strabon yazıb. C-yə baxırıq. İlk dəfə meridian və paralellərdən istifadə etmişdir. Fikri də yanlış ifadədir. Çünki ilk dəfə dərəcə torundan, yəni meridian və paralellərdən istifadə edən bildiyimiz kimi Ptolemey olub. D-yə baxırıq. Coğrafiya terminini elmə gətirmişdir. Bəli, Eratosfen coğrafiya terminini ilk dəfə elmə gətirən olub. D variantı doğru cavabdır. Y-yə də baxaq. İlk qlobusun müəllifi olduğu güman edilir fikri səhv ifadədir. Çünki ilk qlobusu eramızdan əvvəl 3-cü əsrdə yaşamış Krates Malloski düzəldib. Yəni Y-də səhv cavabdır. Doğru cavab D variantıdır. Sual 5. Sxemdə istifadə olunmuş tədqiqat modelinə aid olan xüsusiyyəti seçin. Burada hansı tədqiqat modelidir? İqlim qurşaqları verilib və iqlim qurşaqlarında qışda və yayda yağıntıların paylanması modelləşdirilib. Bu təbii ki, coğrafi modelləşdirmədir. İndi coğrafi modelləşdirməyə uyğun xüsusiyyəti seçməliyik. A variantına baxaq. Coğrafi hadisə və proseslərin oxşar və fərqli tərəflərini müəyyən edir. Bu təbii ki, müqayisə metodudur. Bayaq demişdik. Oxşar və fərqli tərəfləri müəyyən etmək. B-yə baxırıq. Xəritə üzərində müəyyən ərazinin səciyyəvi xüsusiyyətlərini müəyyən edir. Bu kartoqrafik idi. Çünki xəritə üzərində məlumat alırıqsa, bu artıq kartoqrafikə aiddir. C-yə baxırıq. Baş verə biləcək coğrafi hadisə və prosesləri əvvəlcədən məlumat verir. Təbii ki, coğrafi proqnozdur bu. Sonra D-yə baxırıq. Coğrafi obyekt və hadisələrin modelinin hazırlanması və öyrənilməsinə əsaslanır. Coğrafi modelləşdirmədir. Bu variantımız D variantıdır. Gəlin Y-yə də baxaq.
coğrafi obyekt və hadisələrin planlaşdırılması və layihələşdirilməsini həyata keçirir. Təbii ki, bayaq bunu da demişdik, planlaşdırma və layihələşdirmə haradaydı? Riyazi, statistik metodda idi. Yəni, Y variantı da uyğun deyil. D variantı bizim doğru cavabımız olacaq. Sual 6. Doğru olmayan fikri müəyyən edin. A. Martin Beheim qərbdə ilk qlobusun müəllifi hesab olunur. Bəli, doğru cavabdır. B-yə baxırıq. A. Afanasi Nikitin Rusiyadan Hindistana quru yolla səyahət etmiş, üç dəniz arxasında səyahət əsərinin müəllifidir ifadəsi doğrudur. Bizdən doğru olmayan soruşur. C-yə baxırıq. Piri Reis Atlantik Okeanın xəritəsini tərtib edən türk səyyahıdır. Doğrudur. D-yə baxırıq. Tur Heyerdal orta əsrlər dövründə Azərbaycana səyahət etmiş səyyahlardandır ifadəsi təbii ki, yanlış ifadədir. Çünki Tur Heyerdal yeni dövrün səyyahlarından idi və orta əsrlər dövründə yox, yeni dövrdə Azərbaycana səyahət etmiş səyyahlardandır. Ona görə doğru olmayan ifadə D variantıdır. Gəlin Y-yə də baxaq. Hindistana ilk dəfə dəniz yolu kəşf etmək məqsədi ilə ilk səyahətə Bartolomey Dias çıxmışdır ifadəsi də doğru ifadədir. Bizdə 6-nın cavabı deməli olmuş olacaq D variantı. Sual 7. Səyahətlərin ardıcıllığını müəyyən edin. 1. Xristofor Kolumbun səyahət marşrutudur. Bildiyimiz kimi Xristofor Kolumb 1492-ci ildə Hindistana gedən dəniz yolunu tapmaq məqsədi ilə İspaniyadan Atlantik okeanı ilə qərbə doğru istiqamət götürüb, ilk dəfə olaraq Amerika sahillərindəki adalara çatdı və buranı səhvən West Hind adaları adlandırdı. 2-yə baxırıq. 2. Vasco da Gama'nın səyahət marşrutudur. Bildiyimiz kimi Vasco da Gama 1498-ci ildə Hindistana gedən dəniz yolunu kəşf edib. Təbii ki, bu Afrikanı dolanaraq olub. 3 isə Fernand Magellanın dünya səyahətidir. Fernand Magellan bildiyimiz kimi 1519-cu ildə 241 nəfərlik ekspedisiyası ilə qərb istiqamətində üzərək Hindistana dəniz yolunu axtarmaq məqsədi ilə səyahətə başladı. Onlar Cənubi Amerikanın sahilləri boyunca üzərək Böyük okeana, yəni Sakit okeana çıxdılar. Səyahət boyunca bir çox çətinliklərlə üzləşən Magellan 1521-ci ildə Filippin adalarında yerli əhali ilə toqquşmada təəssüflər olsun ki, özü həlak olub və səyahəti onun ekspedisiya üzvlərindən olan Juan Elcano tamamlayıb. İndi gəlin variantlara baxaq. B variantı uyğundur. B-də 1 Xristofor Kolumb, 2 Vasco da Gama, 3 Juan Elcano. Juan Elcano B variantı doğru cavabdır. Sual 8. Səyahət xəritəsi göstərilmiş səyyaha aid olan fikri müəyyən edin. Bu, Alexander Humboldt'un səyahət marşrutudur. Deməli, Alman təbiətşünas Alexander Humboldt 1799-1804-cü illərdə Ant dağlarını, Orinoco, Amazon çaylarını, Cotopaxi, Chimborazo və Meksikada olan vulkanları, Mərkəzi Amerika adalarını öyrənmişdir. O, Cənubi Amerikada iqlimin formalaşmasını, daxili və sahil boyu ərazilərdə iqlim şəraitində olan fərqləri göstərib. Humboldt bitkilərin coğrafi enliklər və şaqli zonallıq üzrə yayılmasını da öyrənib və materikin geoloji xəritəsini tərtib edib, həmçinin okean cəryanlarının materikin təbiətə təsirini müəyyən etmişdir. Gəlin variantlara baxaq görək. A. 4 dəfə səyahətdə olmuş və West Hind adalarını kəşf etmişdir ifadəsi yanlış ifadədir. Çünki 6 dəfə səyahətdə olub və West Hind adalarını da Xristofor Kolumb kəşf edib bildiyimiz kimi. B-yə baxırıq. Avropadan qərbə doğru səyahətə başlayan ilk səyyah hesab edilir ifadəsi təbii ki, yanlış ifadədir. Dəqiq görsənirmi? Aha. Yanlış ifadədir. C-yə baxırıq. Amazon və Orinoco çaylarının hövzəsində olmuş və bu çayları öyrənmişdir. Bəli, bayaq dedik bunu. Variantımız C variantıdır. Doğru cavab. Digərlərinə də baxaq. Üfüqi zonalığın kəşfi və iqlimşünaslıq elminin əsasını qoymuşdur ifadəsi yanlış ifadədir.
Sonra Y-yə baxırıq. ABŞ-ın mərkəzindən ən uzaqda olan ştatının yerləşdiyi ərazini kəşf etmişdir. Deməli, ABŞ-ın mərkəzindən ən uzaqda olan ştat Alyaska ştatıdır və həmin ərazilərə də səyahət etməyib Humboldt. Ona görə Y variantı da təbii ki, səhv cavabdır. Doğru cavab C variantıdır. 9-a baxırıq. Verilmiş fiqurları təbiətlə əlaqələndirən alim. Deməli, qədim Yunan filosofu Platon çoxüzlü həndəsə fiqurları kainat, yer və təbiətlə əlaqələndirirdi. Yəni, bu sualın cavabı Platon olmuş olacaq. 9-da cavab B variantıdır. Ona baxırıq. Hacı Zeynalabdin Şirvaniyə aid olan doğru fikri seçin deyir. Bildiyimiz kimi Hacı Zeynalabdin Şirvani Azərbaycan coğrafiyaşünası və səyyahıdır. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində yaşamış məşhur səyyahlardandır. O ömrünün 40 ilini səyahətdə keçirmiş, 60 min kilometrdən çox yol gedib. Bu dövrdə Şirvani Mərkəzi Asiyada, Cənubi Asiyada, Cənub-Şərqi Asiyada, Cənub-Qərbi Asiyada, sonra Şimali Afrikada, Efiopiyada, Kanar adalarında olmuşdur. Hacı Zeynalabdin Şirvani səyahət etdiyi dövlətlər haqqında da bir sıra əsərlərin müəllifidir. İndi gəlin baxaq görək nə deyir. A. 3 qitə və 3 materik ərazisində səyahətdə olmuşdur ifadəsi yanlış ifadədir. Çünki 2 qitə və 2 materik ərazisində səyahətdə olub. Avrasiya materiki və Afrika materiki, qitə olaraq isə Afrika qitəsi və Asiya qitəsi. B-yə baxırıq. Şimali və Şərqi Asiyada olmuş. Xeyr, Şimali və Şərqi Asiyada olmayıb. Üç dəniz arxasında səyahət əsərində Afanasi Nikitin yazıb. C-yə baxırıq. Türk dünyasının kartoqraflarında nə hesab edilir ifadəsi yanlışdır. Çünki o kartoqraf deyildi. D-yə baxırıq. Kanar və Malay arxipelagında səyahətdə olmuşdur ifadəsi doğru ifadədir. Bunu bayaq dedik. Malay arxipelagı da Cənub-Şərqi Asiyadadır. Hər ikisində də səyahətdə olub. E-yə baxırıq. Onun səyahəti ilk dünya səyahətindən əvvəl olmuşdur. Xeyr, ilk dünya səyahəti bildiyimiz kimi 1519-1522-ci illər arasında olub. Ferdinand Magellanın ilk dünya səyahəti, Hacı Zeynalabdin Şirvani isə 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində yaşamışdır. Ona görə Y-də səhv cavabdır. Bizim doğru cavabımız 10-da D variantıdır. Bu video üçün bu qədər. Hər videoda çalışacağam 10 sualın izahatını verəm. Çox uzun olmasın deyə hər dəfə 10 sual olmuş olacaq. Ümid edirəm ki, bu kitabı sizinlə bitirə bilərik. Çünki kitab həddindən artıq səhifəsi çoxdur. 500 səhifədən çoxdur, səhv eləmirəmsə, bir dəqiqə. Bəli, 500 səhifədən çoxdur. Arasında da cavabları var. Ümid edirəm ki, bu kitabı sizinlə bitirərik. Söz vermirəm. Amma çalışacağam ki, hər dəfə 10 sualın izahatını verim. Çünki suallar biraz vaxt aparan suallardır. Ona görə video uzun olmasın deyə hər dəfə 10 sualın izahatını verəcəm və inşallah ki, tamamlayarıq bu kitabı sizinlə. Belə, bu video üçün bu qədər. Ümid edirəm ki, bu video sizlər üçün faydalı oldu. Kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Gələn test tapşırıqlarında görüşmək üzrə.